Bugün mənim ad günümdür. Ömrümə kiçik bir səyahət etmək istədim. Bu mənim atamla anamdır. Ailəmiz böyük olub. Evlatların ən kiçiyi olmuşam. Evlatların kiçiyi olduğuma görə də həmişə qardaş bacılarım tərəfindən, ata-ana tərəfindən sevilən evlad olmuşam. Atamı tez itirmişəm. Allah rəhmət eləsin. Atamdan sonra tələbə həyatım oldu. Tələbə qızların hamısı ilə ünsiyyətim var. Tələbə devrimdə Nəsib balamla tanışlığım oldu. Nəsib mənim qardaşımın qızıdır. Mən onu öz evladım kimi böyüdürdüm. Sonra işləməyə başladım. İşləyən devirdə yoldaşımla tanışlığım oldu. Bu tanışlıq bizi ciddi evliliyə apardı. Bu dünya sirli dünya, mən öz ailəmlə sağollaşıb yoldaşımla yeni aile kurdum. Gelmiş yağacak gedey, gelmiş yağacak gedey, hərəmiz birini dünya. Bizim gözəl bu illər ərzində gözəl bir qızımız, bir də oğlumuz oldu. İsmailli şəhərində olduğum ailə ilə sağollaşıb Bakıya üz tutduq. Bakıda yoldaşımla Kirədə yaşasaq da öz ailəmiz olsun, özümüz ayrı yaşayaq istədik. Min şükür. Beləcə illər ötdükcə mənim balalarım da böyüməyə başladılar. Məktəbə burada getdilər. Qızım da, oğlum da. Kızım 8-ci sinifdə, oğlum 5-ci sinifdə. Bu arada Nəsib balamız da böyük qız olub, 20 yaşı var artıq. İllər ötdükcə dost tanışın toyunda, xeyir işində iştirak etməyə başladıq. Beləcə illəri bir yola saldıq. Düşünməyin ki, yaş üstünə yaş gəldikcə qocalıram. Mən bu cür düşünmürəm. Oxatan bürcə olduğuma görə həmişə əhval ruhiyyəli, ruhumu şən hiss eləyirəm. Bu illər ərzində qazandığımız ən gözəl, ən dəyərli şey gözəl ailəmizdir. Mən bu ailəni sevirəm. Yeni illər ötürə-ötürə sağollaşıram.